Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan dostluq münasibətləri bugün təkcə qardaşlıq və mədəni yaxınlıqdan deyil, həm də dərin strateji əməkdaşlıqdan qaynaqlanır. Bu əməkdaşlıq hərbi, siyasi və diplomatik müstəvilərdə bir-birini tamamlayır, ölkələrin regional və qlobal səviyyədə ortaq maraqlarını müdafiə etməsinə imkan yaradır. Zəfər günü Bakıda keçirilən möhtəşəm hərbi parad bu üç ölkənin bir-birinə dayaq olduğunu, beynəlxalq arenada da eyni mövqedən çıxış etdiyini bir daha nümayiş etdirdi. Paradda Türkiyə və Pakistan hərbçilərinin Azərbaycan əskərləri ilə yanaşı addımlaması isə həm siyasi, həm də rəmzi baxımından böyük məna daşıyır. Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan strateji ittifaq son illərdə həm regional təhlükəsizlik, həm diplomatik əlaqələrin dərinləşməsi, həm də hərbi-siyasi həmrəyliyin möhkəmlənməsində mühüm rol oynayır. Bu üç qardaş ölkəni birləşdirən münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dini və ideoloji dəyərlər dayanır. Müasir dövrdə isə bu əlaqələr yeni geosiyasi reallıqlara uyğun olaraq daha sistemli və strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. 8 noyabr Zəfər günü Bakıda keçirilən möhtəşəm hərbi parad bu həmrəyliyin ən parlaq təzahürlərindən biridir. Çünki Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin birgə iştirak etdiyi bu tədbir təkcə protokol xarakteri daşımır, həm də ciddi siyasi və strateji mesajlar verir. Liderlərin eyni tribunadan çıxış etməsi üç tərəfli güc mərkəzinin sarsılmaz həmrəyliyinin növbəti təsdiqidir. Verilən mesajlar da göstərdi ki, Bakı, Ankara və İslamabad eyni mövqedən çıxış edir. Bir-birinin strateji maraqlarını dəstəkləyir. Paradda Türkiyə və Pakistan silahlı qüvvələrinin hərbçilərinin Azərbaycan əskərləri ilə bir sırada addımlaması ölkələr arasında hərbi əməkdaşlığın yüksək səviyyəsini bir daha sübut etdi. Bu mənzərə təkcə hərbi güc nümayişi deyil, eyni zamanda ortaq dəyərlərə, birliyə və qarşılıqlı etimada əsaslanan qardaşlığın rəmzi idi. Təşkil olunan parad dünyaya sülh, əməkdaşlıq vəd edən bir çağırış kimi qiymətləndirilə bilər. Bu prosesdə qardaş Türkiyə və Pakistan liderlərinin Azərbaycanda tək qoymaması əslində həmin dövlətlərin bu regionda sülhə, sabitliyə aparan bir konfigurasiyanı dəstəklədiklərini göstərir. Sir deyil ki, Azərbaycan Respublikası müharibənin ilk saatlarından hər iki qardaş dövlətin siyasi dəstəyini görüb və bu proseslərin gedişatında Azərbaycana güc və əlavə mənəvi imkanlar bəxş edir. Əminliklə deyə bilərik ki, hər üç dövlətin tərəfdaşlığı daha təhlükəsiz bir dünya quruculuğunda önəmli amillərdən biri kimi çıxış etməkdədir. Azərbaycan, Türkiyə, Pakistan dostluğu və qardaşlığının mühüm mərhələlərindən biri də hər üç ölkə liderinin Laçında olan tarixi görüşüdür. Onların azad edilmiş ərazilərdə ilk dəfə olaraq bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyır. Çünki Laçında keçirilən sammit regionda formalaşan yeni geosiyasi reallıqların və güc balansının bariz nümunəsidir. Laçın görüşü bir daha göstərdi ki, Azərbaycan, Türkiyə və Pakistan münasibətləri təkcə dostluq və qardaşlıq prinsiplərinə əsaslanmır, həm də gələcəyə yönəlmiş strateji baxışa malikdir. Bu birliyin əsasında bölgədə sülhün, sabitliyin möhkəmlənməsinə xidmət eləyən ortaq məqsədlər dayanır. Bir sözlə, Laçın görüşündən Bakıda keçirilən paradadək uzanan siyasi xətt yeni dövrün geosiyasi reallıqlarını formalaşdıran əsas sütunlardandır. Bu ardıcıl addımlar Azərbaycan, Türkiyə, Pakistan strateji ittifaqının artıq regional sərhədləri aşaraq qlobal miqyasda güc mərkəzinə çevrildiyini nümayiş etdirir. Bu qardaşlıq gələcəkdə də regional əməkdaşlıq, sülh konsepsiyası baxımından Cənubi Qafqazda, Yaxın Şərqdə və daha geniş Avrasiya məkanında mühüm rol oynamaqda davam edəcək.